yoldaşınızın veyahut da sevdiğiniz insanın ağlını qarışdıran və ya sizi ayırmaq istəyən insanları necə həyatınızdan çıxarıb, onların başına özünə necə qatmaq olar, onu sizə öyrədəcəm. Bunun üçün sizə lazım olan 7 ədəd qıfıl və bu yuxarıdakı xüsusi tilsimdir. Bu tilsimi ya əl xətti ilə yazırsınız, ya da serokopiya edirsiniz. Etdikdən sonra tilsimin arxa tərəfinə öz adınızı və yaxud da yoldaşınızın adını yazırsınız. Onun heç bir aidiyyəti yoxdur, siz və yaxud da yoldaşınız. Ondan sonra o tilsimi qatlayırsınız. Sonra 7 qıfıla hər birinə bu kəlməni deyirsiniz. Bu tilsimin qoruyucu mələyi. Mənim həyatıma müdaxilə edən insanların yolunu bu qıfılla bağlayıram. Ta ki mənim həyatımdan və huzurumdan çıxıb gedənə qədər. Sonra bu aşağıdakı duayı o qıfılın üzərinə oxuyursunuz. Sonra onu ağır bir daşın altına qoyursunuz. Bu cümləni mütləq deyirsiniz. Bu daş necə ağırdırsa, həmin insanın həyatı da mənim həyatıma müdaxilə etdiyi anda bu daş kimi ağırlaşsın, daşlaşsın və həyatı puç olsun. Amin, amin, amin. Bunu deyirsiniz və bir həftədən sonra o üçüncü şəxs, həyatınıza müdaxilə edən insan sizə xəbər gələcək.